Salam mənim balalarım. Sizə bir nağıl danışacağam. Biri var idi, biri yox idi. Ulduzlu bir gecə idi. Sakit meşədə balaca ayı yaşayırdı. O yatmazdan əvvəl pəncərədən aya baxmağı çox sevərdi. Amma bir axşam ay görünmürdü. Buludlar onu gizlətmişdi və meşə biraz qaranlıq qalmışdı. Ayı pıçıltı ilə dedi: "Ay hanı? Onsuz yata bilmirəm." Elə bu vaxt onun yanına par-par yanan balaca işıq böcəyi uçdu. "Narahat olma," dedi o yumşaq səslə. "Bəlkə ay buludların arxasındadır. Gəl birlikdə baxaq." Onlar meşə cığırı ilə irəliləməyə başladılar. Yol boyunca ağacların yarpaqları xışıltı ilə sanki onlara salam verirdi. Birdən kolların arasında parlaq bir işıq gördülər. Ayı sevincək yaxlaşdı, amma bu ay değildi. İtmiş bir fənər idi. "Bu fənər kimin ola bilər?" deyə ayı soruşdu. İşıq böcəyi cavab verdi: "Yəqin ki, kimsə yolunu azıb." Onlar fənəri bir ağacın altına qoydular ki, sahibi gəlib tapa bilsin. Elə bu anda buludlar yavaş-yavaş çəkildi. Göydə ay parladı, meşə işıqlandı, hər yer gülümsədi. Ayı rahat nəfəs aldı və sevinc ilə dedi: "Ay qayıtdı." İşıq böcəyi gülümsədi. "Bəli, həm də biz yaxşı bir iş gördük." Ayı xoşbəxt halda evinə qayıtdı, yatağına girdi və çox keçmədən şirin-şirin yuxuya getdi. Nağıl da burada bitdi. Gecən xeyrə qalsın, balaca dinləyici. Beləcə bizim nağılımız da burada sona yetdi. Yeni nağıllarda yenə görüşərik. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Növbəti nağılda görüşənədək.